İmam Malik deyir, əli açıq qılıb da namazlar. Böyle bir şey vardır. Biz deyəndə ki, əli açıq qılmaq olmaz. İmam Malik qılıb da. Ümumiyyətlə var öyle şey İmam Malikdən əli açıq qılmaq. Emil, bax, bizim əlimizdə hədis var. Düzdür? Nə hədisidir? İmam Əhmədin, hə? Əllərin üstünə qoymaq. Hə, İmam Əhmədin Musnədində, Abu Davudun Sunanında və digər hədis kitablarında keçir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, biz peyğəmbərlər toplumu namazda sağ əli sol əlinin üzərinə qoymaq bizə əmr olundu. Biz peyğəmbərlər toplumu namazda sağ əl sol əlin üzərinə qoyulması bizlərə əmr olundu. Bu səhih hədisdir. Düzdür, bizim əlimizdə hədis var. İmam Məlik rahimehullah sünnəyə bağlı olan insan olub. Sünnəni təzim edən insan olub. İmam olub. Düzdür? Və bu hədisdən xəbəri var. İmam Məlik məşhur kitabı var, Muvatta əsəri. O Muvatta əsərində Peyğəmbər sallallahu aleyhi və səlləmdən hədis rəvayət edir ki, namaz qılanda sağ əlini sol əlinin üzərinə qoydu. Muvatta əsərində. Təsəvvür elə? Özü rəvayət edir Peyğəmbərdən. Və İmam Məlikin Muvatta əsərində belə bir işi olur, Emil. Hər hədisi deyəndə, o hədisi ki, əməl eləmir, hansı bir illə səbəbdən hədis əməl olunmursa, hədisin axırında dərhal elə, hədisdən sonra deyir ki, biz bunu əməl etmirik. Yəni, Mədinə əhli bunu əməl etmir. Bu, bunun işidir. Muvatta əsərində onun bir üsuludur yazmaqda. Bu hədisə gəlib çatanda demir elə şey. Biz bunu əməl etmirik. Yəni, sağa sola qoymuruq. Əgər elə bir şey olsaydı, İmam Məlik rahimehullah o rəvayətdən sonra qeyd edərdi ki, yox, bu rəvayətdir, amma biz Peyğəmbər sallallahu aleyhi və səlləm qoyub sağ əli sol əlinin üzərinə, amma biz əməl etmirik. Bunu tapmaq olmur. İmam Məlikdən bir nəfər nas gətirə bilməz ki, namaz qılanda sağ əlini sol əlinin üzərinə qoymayıb. Əl açıq namaz qılıb. Yoxdur, nas özündən. Sən təsəvvür elə, İmam Məlik 40 il Muvatta'nı tədris edib. 40 il. Və hər dəfə Muvatta ona ərz olunanda, hər dəfə bir hədisi izah edirdi, silirdi. Təzəliyirdi də, yəni. Muvatta əvvəldə böyük olub, böyük əsər olub. Yəni, günümüzdə indi gələn var, əlimizdə qalan Muvatta. Yəni, əvvəl elə olmayıb. Hər dəfə ərz eləyirdi. Hər dəfə bir hədis çıxardırdı. Yəni, əgər bu zəif olsaydı, bu olmasaydı, o hədisi də çıxardar. O hədis əlimizdə mövcuddur indiyənə kimi Muvatta əsərində. İmam Məlikin rəvayət etməsi.